İraqda internet oyunu vasitəsilə onlarla insanın ölümünə səbəb olan gənc həbs edilib. Məlum olub ki, həmin şəxs Roblox internet oyunu vasitəsilə 30 nəfərin intiharına səbəb olub. Yerli medianın yaydığı məlumata görə gənc oyun vasitəsilə qurbanlarını cəlb edərək onları intihara sürükləyib. Şübhəli şəxsin oyunda qurbanlarını özlərinə zərər verməyə və adlarını qanla bədənlərinə yazmağa təhrik etdiyi bildirilir. İstintaq zamanı gəncin oyunun imkanlarından istifadə edərək qurbanlarını zorakılıq, intihar və heyvanları yandırmaq kimi mənfi davranışlara sövq etdiyi müəyyənləşib. Qurbanların çoxu ərəb və xarici ölkələrdən olub. Sonuncu qurban İraqlı yeniyetmə qız olub və gəncin təlimatlarına itaət edərək intihar edib. Qeyd edək ki, İraq bu ilin oktyabrında Roblox platformasının istifadəsini ölkədə qadağan edib. Bunun səbəbi qeyri-etik ifadələr ehtiva etməsi, həmçinin uşaqlar və yeniyetmələr üçün elektron şantaj təhlükəsi yaratmasıdır. Yeri gəlmişkən, bu oyun dünyanın bir çox ölkəsində, o cümlədən Amerika, Türkiyə, Oman, Qətər, Çin və Küveytdə qadağan edilib. Bəs Roblox nədir? Roblox istifadəçilərin öz oyunlarını, dünyalarını və layihələrini yaratdığı, digərlərinin isə onlara qoşula bildiyi platformadır. Oyun sosial funksiyalarla zəngindir. Chat, dostluq, birgə oyun, daxili alış-veriş. Amma bu imkanlarla yanaşı məlum təhlükələr də mövcuddur. Ən ciddi risklərdən biri uşağın tanımadığı şəxslərlə ünsiyyətidir. Bəzi insanlar uşaqların etibarını qazanaraq onları manipulyasiya etməyə və uyğun olmayan davranışlara sövq etməyə çalışa bilərlər. Bunu adətən chat, şəxsi mesajlar və ya dostluq münasibəti quran obrazlar vasitəsilə edirlər. Platforma 13 yaşdan kiçiklər üçün şəxsi mesajlaşmanı valideyn icazəsi olmadan məhdudlaşdırır. Lakin bu sistem həmişə effektiv işləmir. Çünki yaşın yoxlanılması çətindir. Bəzi istifadəçilər filtrləri aşa bilir. Odur ki, əgər xüsusilə yeniyetmə övladınız telefonu varsa, ona ciddi nəzarət edin. Çünki həmin proqram çox ölkədə əlçatandır, internet əlçatandır. Ona görə də uşaqlara telefonları maksimum verməmək lazımdır. Əgər uşaqların telefonu varsa, yeniyetmələrin telefonu varsa ona ciddi nəzarət etmək lazımdır.